Güzelliğe bak, güzelliğe kardeş. Gör ne kadar aziyet çekirler bu yazıklar. Yani öz arı sürfələrini bəsləmək üçün, yetişdirmək üçün görün nə qədər əzab əziyyətlərdən keçirlər. Yəni bu çiçək tozlarını yığıb ayaqlarına dolayıb gətirir. Neçə mərhələdən keçirib bundan güləm hazırlayırlar ki, həm özləri, gənc arılar yeyib süd vəziləri inkişaf edir, yəni süd ifraz eləməyə başlayırlar. Həm də sürfələri süd yemləməsindən sonra baxın bu cür güləm yemləməsi yaparırlar. Güləmlə yemləyirlər. Yəni çiçək tozundan hazırlanmış güləm. Allah bərəkət versin. Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün Mart ayının 18-idir əziz dostlar. Fevral ayında sıxlaşdırdığımız ailə 1, 2, 3, 4, 5 çərçivəyə sıxlaşdırdığımız ailə indi genişlənmə ilə bağlı bir mövzu olacaq dostlar. Yəni tez-tez soruşurlar məndən ki, arını necə genişləndirək, nə vaxt genişləndirək. Hətta bir ay bundan əvvəl mənə zənglər olunurdu ki, arını genişləndirmə ilə bağlı dostlar. Baxın əziz dostlar, 5 çərçivəli bir ailədir. Bu ara kəsmədir. İndi mən sizə göstərirəm. Baxın, arı aqressivləşmək istəyir. Arı genişlənmək istəyir. Genişlənmə nə deməkdir dostlar? Yəni siz arıya əlavə çərçivələr verirsiniz. Çünki bu arının yeri artıq darısqal olur. Ana arı yumurta qoyması üçün kifayət qədər yer olmur. Ona görə arılar aqressivləşirlər, dalaq toxuyurlar. Baxın, indi mən sizə göstərərəm. Adi bir şeydir. Əgər 5-6 çərçivədə ailəniz vardırsa, dostlar, necə bilmək olar? Baxın, qıraqdan əlavə şanlar toxuyurlar. Baxın, dostlar, axırıncı çərçivədə arı ilə dolu. Qoy biraz tüstü verim. Ailə biraz narahatdır. Baxın, dostlar. Bu ara kəsmə taxtasına artıq şan hörməyə başlayıblar, dalaq hörməyə başlayıblar dostlar. Bu artıq genişlənmək istəyir. Yəni bu ailəni baxın əziz dostlar, tez genişləndirmək də yaxşı deyil dostlar. Qoy arı bütün çərçivələri doldursun, ondan sonra arıları siz genişləndirərsiniz. Baxın, güləmli, ballı çərçivədir. Artıq burada boş yerlərə yumurta atıb ana arı dostlar. Yəni axırıncı çərçivəyə artıq ana arı yumurta qoyub. Demək, adətən genişləndirəndə, yəni mart genişləndirməsi dostlar, çərçivə verilməsi mütləq düzgün qaydada aparılmalıdır. Arılar aqressivdir. Yəni bütün bunlar əziz dostlar, baxın, darısqallıq olduğuna görə. Baxın, sürfəli, qapalı və açıq sürfələr var burada. Görürsünüzmü? Digər çərçivədə də belədir. Amma mən necə demişdim, ortaya qoymaq olmaz. Yəni yuvanı kəsmək bu dönəmlərdə olmaz dostlar. May, aprel aylarının sonunda, bax, arı ailələri mükəmməl olanda o əməliyyatları etmək olar. Baxın, 2,
2, baxın görürsünüzmü? Sıxlaşdırmanı göstərirəm ki sizə dostlar. Yəni sıxlaşdırılanda arılar necə inkişaf edəcək? İndi bundan sonra bu arı tez start götürəcək, tez inkişaf edəcək. Baxın dostlar. 3 Yəni digərini göstərmirəm. O ballı güləmlidir. Bəlkə ona da ana arı artıq yumurta qoyub. Çünki yer azdır. Bu ailəni bir ədəd də olar, 2 ədəd də genişləndirmək olar əziz dostlar. Baxın, bir ədədin mən bu tərəfdən, bir ədədin o tərəfdən genişləndirəcəyim. Burada mən deməli dostlar, mən indi sizə düzgün baxın, burada artıq çərçivənin qırağına artıq ağ rəngdə görürsünüzmü? Artıq təzəliyirlər şanı, hörürlər. Arı artıq genişlənmək istəyir. Bax, bu dönəmdə genişləndirməsəniz, arılar həm dala toxuyacaqlar, həm aqressiv olacaqlar dostlar. Baxın indi qışdan qalmış bu gözəl, baxın, süzülmüş şan, super, açıq qəhvəyi rəngdə, super. Baxın, axırıncı çərçivənin yanına, dostlar, bu sürfəli çərçivədir. Bu ballı, güləmli. Bəzən 2 ballı güləmli olur, sürfəli. Yəni həmişə axırıncı sürfəli çərçivənin yanına qoymaq lazımdır. İstər şan vərəqini, istər süzülmüş şanı dostlar. Baxın, bu demək 3 çərçivədə qapalı, açıq sürfələr var. İndi baxın ki, bir neçə günə burada nə qədər arı sayı artacaq dostlar. Və hər bir şey olacaq normal. Siz bunu vaxtında əvvəla birinci növbədə arını fevral ayında sıxlaşdırmaq lazımdır. Dostlar, çərçivələrin sayı ilə deyil. Yəni pətəkdə 9-10 çərçivəlik ailə deyilir. Amma orada 4 çərçivədə arı var. Yəni bu düzgün deyil. Baxın, indi mən axırıncı demək bu ballı güləmli çərçivənin, yəni burada güləm də var, bal da var. Baxın, boş yerlərə yumurta yeni ana arı atıb. Yəni bunu mən saxlayıram lap bu qıraqda. Bunun yanına yenə də bir gözəl, yəni 2024-cü ilin toxunuşudur. Yenə bunu qoyuram. Gözəlçəmizin yumurta qoyması üçün, baxın, normal. Demək, iki tərəfdən mən süzülmüş şan ilə genişləndirdim əziz dostlar. Bu çərçivədə biraz yumurta var. Əgər arılar buna ehtiyac duymasalar, o yumurtaları yiyəcəklər. O yumurtaları atacaqlar. Çünki bu artıq qaldı qıraqda. Orada biraz yumurta sayı var. Yəni yer az olduğundan ana arı ora yumurta qoyub, hələ sürfət deyil. Yəni arılar da o yumurtaları atırlar bəzən dostlar. Çünki nə üçün? Arıların da öz nəzarəti var. Yəni polisi var dostlar. Yəni o polislər həmişə pətəkdə yumurtalara nəzarət edirlər. Yararsız yumurtalar olarsa onları atırlar. Görürsünüz, bu arılar necə aqressivdirlər. Çünki arılar genişlənmək istəyir. Baxın, indi mən bura bir ədəd də
ballı çərçivəni də qoyuram. Bunun bu 5-6 yumurta var idi bunun yanına. Yəni o bizə önəmli deyil. Bu yumurtalar vacib deyil mənim üçün. Baxın, əsas məsələ budur dostlar. Bu onun ara kəsməsi. Bu da onun ikinci ara kəsməsi. Yəni istilik deyirik də. Qaçın buradan. Hə, aziz dostlar. Baxın, gördünüzmü? Bu ailə fevral ayında 5 çərçivəyə sıxışdırılmışdı, sıxlaşdırılmışdı. Artıq 1, 2, 3, 4, 5, 6, 7, 8. Artıq oldu. Mart ayının 18-də 8 çərçivə bunu genişləndirdim. Artıq bir həftədən sonra dostlar burada arı tamam dolacaq. Yəni bu mükəmməl böyük bir ailədir. Ailə olacaq. Çünki o çərçivələri ki boş qalır pətəkdə, arılar da orada inkişaf eləyə bilmir. Baxın, sıxlaşdırma və bir aydan sonra genişləndirmə. Dostlar, görürsünüzmü necə gözəl, necə mükəmməl hər bir şey qaydasında. Yəni bir ay bundan öncə sıxlaşdırdıq. Şaxtalar, soyuqlar, qar hamı keçdi. Artıq hava mükəmməl, təbiət oyanır. Arılar da inkişaf edir. Baxın dostlar, bu da bizim arı ailəmizi nə zaman genişləndirmək lazımdır. Bunu da sizinlə paylaşdıq dostlar. Yəni hər il mən paylaşıram. Bu il 2025-ci ildir. Bu ildə sizinlə paylaşdım. Yəni arı ailənizi nə zaman genişləndirmək lazımdır. Bir də görürsünüz ki, yəni baxın, bu ailəni mən bugün Mart ayının 18-idir. Çərşənbə bayramınızı da təbrik edirəm. Gələn günləriniz xeyirli, uğurlu olsun əziz dostlar. Bu ailəni əgər mən bugün genişləndirməsəydim, artıq bir həftə, 5 gün yağışlı havalar deyilib, temperatur aşağı düşəcək. Amma bu ailə başlayacaqdı bütün arı ramkaların arasına dalaq toxumağa və o da biraz əziyyət olurdu. Həm də arılara da bu ziyan olurdu dostlar. Artıq onların 2 çərçivədə ana arının kifayət qədər yumurta qoymağa yeri vardır və ana arı da o çərçivələri bütövlüklə yumurta qoyacaq dostlar. Sağ olun, özünüzü qoruyun. Aziz dostlar, baxın, sonda sizə bir şey çatdırmaq istəyirəm. Yəni unutdum deyə ona görə. Bəzən gənclər səhv edirlər, amma mən xoşlamıram kimsə səhv edir. Çünki mən də çox səhvlər etdikcə gəlib bu həddə çatmışam, araşdırmışam, qalmamışam. Baxın, genişlənməni sizə izah etdim, tam doğru. Bu isə dalaq deyil dostlar, çaşmayın. Yəni bəzən elə bilərsiniz ki, bu ailə hələ görürsünüzmü, istəmir genişlənmə. Bu dalaq toxumaq deyil. Sadəcə Apimaxlı şərbət, salafan klonkada verdiyimizə görə, baxın, arılar bu cür bu klonkalı yapışdırırlar taxtalara, çərçivələrə. Yəni bu sizi çaşdırmasın. Bu dalaq deyil dostlar. Yəni bu yemləmə nəticəsində olan şeylərdir. Odur ki, hər şey super.